Binəqədi qəsəbəsində 10 ailənin məskunlaşdığı 104 illik tarixi olan bina da qəzalı vəziyyətə düşüb. Divarlar ovulub dökülür, çatlar əmələ gəlir. Amma rəsmi qurumlar binanın hələ də yaşayışa yararlı olması qənaətindədir. Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən korpus 121 ünvanında yaşayan sakinlər binalarının qəzalı olmasından şikayət edirlər. Gördüyünüz 2 mərtəbəli bu bina ahıl dövrünü yaşayır. 104 ildir istifadəyə verilən binanın divarları ovulub tökülür. Elə bir otaq yoxdur ki, divarlarında çat olmasın. Həmçinin yol kənarında yerləşməsi onu daha da qəzalı vəziyyətə salıb. Yata bilmirik. Gecə birdən küləş eləyəndə torpaq hamısı tökülür üzümə, ağzıma. Dururlar, təmiz yerilir. Gənə mümkün yoxdur yaşamağa. Yaşamağa qızım mümkün yoxdur. Çimməyə yerim yoxdur. Kirin içində ölürük buran haqqı. Qəza şəraitində yaşayırıq. Mümkün deyil, yekə kamaz maşınlar keçəndə ev sirkələnir, elə bilir ki, uçur. Qaçırıq çölə. Maşınlar keçir, düşür o araya. Qruzavoy maşınlar gelir, kavoylar uçurlar, gedirlər araya düşürlər. Heç kəs burada bizə zamanət vermir ki, gözləyin. Haçana kimi biz gözləməliyik. İllərdir bu şəraitdə yaşayan sakinlərin problemləri bunlarla da bitmir. Binada kanalizasiya sistemi yoxdur. Bir balaca həyəti də sakinlər tərəfindən tikilmiş sanitar qovşaqlar tutur. 10 ailə yaşayır, 10 dənə tualet var həyətdə. Siz fikir verirsiniz də bunların hamısına. Evlərdə yoxdur. Evlər cəmaatın hamısının tualeti bax bu aşağılardadır. Allah göstərməsin, burada yanğın olsa əgər çox pis vəziyyət yaranar burada. Su yox, kanalizasiya yox, bağışlayan yolu yox. Həyətdə bir balaca həyətdir, neçə yama var. Hamısı da üstü açıqdır. Hər evdə də 3 uşaq var, 4 uşaq var. Biz uşaqlarımızı bu isti gündə evdən aşağı buraxa bilmirik. Məsələ ilə bağlı Binəqədi rayon 145 saylı mənzil kommunal istismar sahəsindən bildirdilər ki, həmin bina sakinlərin dediyi kimi yaşamaq üçün o qədər də təhlükəli deyil. Doğru, orada təmirə ehtiyac var və biz də bunu bilirik. Bu il təmir üçün plana salmışıq. Amma qəzalı binadır deyə ailələrin köçürülməsindən söhbət gedə bilməz. Yəni sakinlər bu binada yaşamağa davam edəcəklər. Amma 104 yaşlı binanın nə qədər davam gətirəcəyini zaman göstərəcək.